Bismillahirrahmanirrahim. Digər aylardan birinci günləri fəzilətli və şərafətli olduğu kimi, mübarək Şaban ayının, Rəcəb ayının birinci günü dediyimiz kimi, Ramazan ayının da birinci gecəsi və birinci günü fəzilətli hesab olunur. Ramazan ayının birinci gecəsi o qədər fəzilətlidir ki, Allahın bağışlanmağı, bəndələrini bağışlamağı birinci gecədən başlayır. Odur, Peyğəmbər və Əhl-i Beyti Allahın salamı olsun onların buyurduğuna əsasən Ramazan ayının birinci gecəsi daxil olan kimi Allah Taala istədiyi, yaratdığının hər birini bağışlamağa başlayır. Kimi istəsə bağışlayır Allah Taala. İkinci gecə, birinci gecə bağışladığını daha da artırır. Üçüncü gecə, digər iki gecədən də artırır, ta mübarək Ramazan ayının axırına qədər Allahın bağışlanmağının sayı artır. Bəli, birinci gecə fəzilətli gecədir. Həmin gecə müstəhəbbi savab əməllər vardır. Kim bacarsa onları inşallah yerinə yetirməyi unutmasın və dualarında da bizlərə dua etməyi də yaddan çıxarmasın. Birinci gecə savab təkid olunmuş əməllərdən biri ayı görməkdir. İnşallah münasib olarsa, əgər hava şəraiti uyğun olarsa, ayı görmək fürsətini əldən verməyin və ayı gördükdə duaları oxuyun. Həmin o dualar müxtəlif formalarda nəql olunmuşdur. Əgər sonraki günlərdə də ayı görsəniz, eybi yoxdur. Ayı görən kimi mübarək Ramazanın ayını birinci gün görsənməsə də, ikinci gün adətən bir balaca daha da rahatlaşır onu görmək və bu baxımından başlayırsınız, ayı görən vaxtı üzü qibləyə qalıb Peyğəmbərimizin ay görsənən vaxtı oxuduğu duanı oxumaq. Bu duanın inşallah mətnində veriləcək, insan əllərin qaldırsın göyə tərəf, üzü qibləyə qalsın, aya baxsın və başlasın Peyğəmbərin duasını eləməyə ki, qısası budur ki, Allahdan bu ayda oruç tutmağa, namaz qılmağa, sağ-salamatlıqla bu ayı başa vurmağa Allahdan istəsin. Mətndə ərəbcəsi veriləcək. 2. Bu ayda müstəhəbbi, birinci gecə müstəhəb olan əməllərdən biri qusuldur. Yəni, yuyunmaqdır. Quslun niyyəti həmişə olduğu kimi bir formada olunacaq. Ramazan ayının birinci gecəsinin quslunu verirəm, qurbətən iləllah. Və bu quslun özü insanın günahlarının bağışlanmağına, bədəninin paçlanmağına səbəb olur. 3. İmam Hüseyn əleyhissalamı ziyarət etmək. Kərbalada olanlar məxsus ziyarətnamələr oxuyacaq, amma uzaqda olanlar evində harda olsa açıq havaya çıxsın, üzü qibləyə qalsın və Kərbalaya tərəf niyyət eləsin, İmam Hüseyn əleyhissalama salam versin. Bir cümlə ilə də kifayətlənmək olar. Əssəlamu aleykə ya Əba Abdillahil Hüseyn. İmam Hüseyn ağanın ziyarətnaməsi həmin gecə müstəhəbdir, insanın günahlarının bağışlanmağına səbəb olar. 4. Həmin gecə mübarək Ramazan ayında 1000 rikətli namazlar ki var, birinci gündən başlayır, axırıncı günə qədər onları qılmağa başlasın. Bu barədə Ramazan ayında namaz bəhsində geniş izahat verəcəyik. Amma qısa deyirik ki, Ramazan ayında müstəhəbdir insan 1000 rikət ümumi namaz qılsın və onu 30 günə yaxud 29 günə bölürlər. Onu qılmaq istəyənlər Ramazan ayının birinci gecəsindən başlasın həmin namazları qılmağa. 5. Həmin birinci gecə bir namaz vardır. Həmin namazı uzun olsa da biz inşallah dinləyicilərin diqqətinə çatdırırıq. Kim bacarırsa həmin o namazı qılsın. Namaz 2 rikətdir. Ramazan ayının birinci gecəsinin namazını qılıram, qurbətən iləllah. Hər rikətdə Həm surəsi və Həm surəsindən sonra Qur'an-ı Kərimin Ən'am surəsinin oxuyacaq. Hər kəs bu namazı qılarsa, namazı qılandan sonra Allahdan istəsin ki, Allah onun işlərini sahmana salsın və qorxduqlarından amanda saxlasın, onu xəstəliklərdən qorusun. Bu namazın faydası insanı xəstəliklərdən, bəlalardan qoruyub, onun işlərini Allah tərəfindən sahmana salınmasıdır. Allah bizə inşallah onu nəsib eləsin. 6. Həmin gecə dualar vardır. Namazdan əlavə dualar vardır. Həmin o dualardan biri də yadınızdadırsa, Şaban ayının axırıncı günü qeyd etmişdik, həmin duanı oxudun. Şaban ayının axırıncı gecəsi bir dua demişdik və bundan qabaq onu qeyd etmişdik
və mətndə də onu göstərmişdik. Həmin duanı oxumaq inşallah unutmayın. Mətndə yenə də inşallah onu görə bilərsiniz. O cümlədən birinci gecə Ramazan ayı ki daxil oldu, məğrib namazını, yəni şam namazını qılandan sonra əlinizi Allahın dərgahına qaldırın. İmam Cavad əleyhissalamın belə etdiyini nəql edirlər və imam şam namazını qılandan sonra əlini Allahın dərgahına qaldırdı və bir dua var, onu oxumağa başladı ki, Allahümmə ya mən yəmlikud tədbir belə başlayır. İnşallah mətndə o duanı da verəcəyik. Allahın köməyi ilə o duanı da oxuyarsınız. Sonra bir dua da vardır, İmam Sadiq əleyhissalamdandır. Həmin gecə oxunmaqdan ötürü qısa duadır. Həmin duanı da inşallah oxuyun. Birinci gecə çox fəzilətli gecədir və Allahdan xeyir-bərəkət istəyin. Axırıncısı, həmin gecə oxunan dualardan biri İmam Səccad Zeynül Abidin əleyhissalamın Səhifə-i Səccadiyyə adlanan duası ki, Azərbaycanca tərcümə olunmuş bir kitabdır. 44-cü duasını həmin gecə oxumaq çox şərafətli və təkidli dualardandır. Həmin gecə fürsət əldən verməyin, həmin duanı da oxuyun və həmin gecə Qur'an-ı Kərimin Fəth surəsini hər kəs oxuyarsa, Allah onu həmin ilin bəlalarından, xətərlərindən amanda saxlayar. Həmin gecə Qur'an oxumağa da başlayın. Bildiyiniz kimi Ramazanda hamısı Qur'an oxuyur. Günə bir cüz oxumaq aşağısı təkid olunmuşdur. İnşallah Ramazan ayının birinci gecəsindən elə həmin o duaları oxumağa başlayın. Allah bizi birinci gecənin fəzilətindən ayrı salmasın. Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının birinci günü fəzilət baxımından əhəmiyyətli və fəzilətli günlərdən hesab olunur və həmin günün əməlləri vardır. Həmin günün əməllərini diqqətinizə çatdırıram. 1. Həmin günü müstəhəbdir insan qusul versin. Ola bilər, kimlərsə sual etsin ki, gecə qusul və gündüz qusul vermək hər insan öz sağlamlığına və şəraitinə uyğun əməl etsin. Şəriətimizdə buyurulan bunların hamısı səbəbsiz deyil, hikmətsiz deyil. Hər halda Ramazan ayının birinci günü müstəhəbdir insan qusul versin. Və qusulun da niyyəti həmişə olduğu kimi Ramazan ayının birinci günün qusulunu verirəm qurbətən ilallah. 2. Ramazan ayının birinci günü insan özünə xoş ətir və gülab vursun və bu xoş ətirlərdən, gülabdan istifadə etsin. Allahın ayı başlanmışdır və bu ayın özünün birinci günü insan bu Allahın nemətindən istifadə etməklə sanki xoşal və şad olduğunu bildirmiş olur. Düzdür, bütün günlərdə möminlərin həmişə ətirdən istifadə etməsi gözəl olardı. Amma Ramazan ayında bu daha da çox təkid olunmuşdur. Əlbəttə gül iynəmək yox, ətir vurmaq və gülab vurmaq ki, onların maye halında istifadə olunması mübarək Ramazan ayının birinci günü təkid olunmuş müstəhəblərdəndir. 3. Ramazan ayının birinci günü 2 rükət namaz qılsın. Namazın özü çox əhəmiyyətli namaz hesab olunur və insanın bir illik taleyini mübarək Ramazan ayını və il boyu başına gələnlərin hamısında rolu vardır. Namazın qılınma qaydası, niyyəti belə olacaq. Ramazan ayının birinci gününün namazını qılıram, qurbətən ilallah. 2 rükətdir. Birinci rükətdə Həm surəsi, ondan sonra Qur'an-ı Kərimin Fəth surəsi oxunur. Uzun surələrdən deyil. İnna fətəhna ləkə fəthän mubina belə başlayır. İkinci rükətdə yenə də Həm surəsi, hansı surəni istəsə özü oxuya bilər. Daha burada müəyyən bir surə deyilməmişdir. Və bu namazın fəziləti haqqında buyururlar ki, hər kəs bu namazı qılsa, Allah Taala həmin ildə bütün pislikləri ondan uzaq eləyər, ondan uzaqlaşdılar, gələn ilə qədər Allahın pənahında olar. Çox böyükdür, Allah bizi bu namazı qılmağa müvəffəq eləsin və öz pənahında qərar versin. O cümlədən dualardan 4-cü dua vardır ki, 2 duanı diqqətinizə çatdırırıq. Biri qısa duadır. Bu duanın özü sübh çağı, yəni sübh vaxtı baş verən kimi, necə ki sübh namazını qıldın, fəcr vaxtında bu duanı oxumaq təkid olunmuşdur ki, Allaha dua edirsən, ilahi Ramazan ayı hal-hazırda gəlmişdir, bu Ramazanı tərifləyirsən, ondan sonra Allahdan bu ayda oruç tutmağı, afiyət, sağlamlıq içində başa vurmağı Allahdan istəyirsən. Axırıncısı bir dua vardır, 5-ci əməl,
İmam Musa Kazım əleyhissalam onun özü bir dua vardır. Ramazan ayının 1-ci günü oxumuşdur və bizə də tövsiyə olunmuşdur həmin duanı oxuyaq. Mətndə inşallah o dua göstəriləcək və İmam Musa Kazım əleyhissalam bu dua haqqında belə buyurmuşdur. Hər kəs mübarək Ramazan ayının 1-ci günü bu duanı oxuyarsa və bu duanın özünün niyyəti ancaq və ancaq bu duanı oxumaqdan məqsədi, niyyəti Allahın razılığını qazanmaq, başqa heç bir pis niyyəti olmazsa, fasid niyyəti, riyakarlıq, özünü göstərmək, ancaq Allahı razı salmaqdan ötürü bu duanı oxuyarsa, həmin ili ona heç bir fitnə, heç bir zəlalət, azğınlıq ona yetişməz. Onun dininə heç bir afət, zərər dəyməz. Onun bədəninə, cisminə heç bir zərər yetməz və Allah Taala onu həmin ilin bəlalarından hifz eləyib qoruyar. Baxın, nə qədər əhəmiyyətli bir duadır. İnşallah mətndə həmin dua veriləcək. Çox uzun da dua deyil. 1-ci gün həmin duanı da oxuyarsınız.